Salam, mənim əziz balalarım, hər birinizi xoş gördük. Bilirsiniz, bugün bizimlə birlikdə ingilis dilində elə əyləncəli bir gün keçirəcəyik ki, həm də yeni, sehri bir söz öyrənəcəyik. Nə deyirsiniz? Hazırsınız? Elə isə gəlin başlayaq. Yaxşı, hər şeydən əvvəl gəlin biraz isinək, elə deyilmi? Bunun üçün mənim sizə super bir mahnım var. Bu mahnı ilə həm bədənimizi oyadacaq, həm də çox əylənəcək. Haydi, hamımızı ayağa qalxaq və birlikdə oxuyaq. Mən deyəcəm, siz də mənimlə təkrar edin və hərəkətləri etməyi unutmayın. Başladıq? Touch your nose, it is my nose. Afərin sizə. İndi isə saçlarımıza toxunuruq. Touch your hair, it is my hair. Çox gözəldir və son olaraq 10 barmağımızı da göstərək. I have 10 fingers, these are my fingers. Super! Oo, bu çox əlaydı. Yaxşı, bəs indi ingilis dilində əsl sehirli bir söz öyrənməyə nə deyirsiniz? Bu elə bir sözdür ki, onunla hər şeyi özümüzünkü edə biləcəyik. Baxın, sehirli sözümüz budur. My. Bizim dilimizdə bu mənim deməkdir. Bilirsiniz, bu sözü hər hansı bir əşyanın ya da bir insanın adından əvvəl qoyanda o anındaca bizim olur. Məsələn, deyirik my book, yəni mənim kitabım və ya my dad, yəni mənim atam. Necə də asan və sehirlidir, elə deyil? İndi isə gəlin bu yeni sehirli sözümüzdən istifadə edək və öz xüsusi dünyamızdan danışaq. Görək my sözü ilə daha nələri öz dünyamıza qata bilərik. Səhər yuxudan oyanmışıq. Güzgüyə yaxınlaşıb özümüzə baxırıq. Gəlin görək güzgüdə nələri görürük və onları ingiliscə deyək. It is my head. Bu mənim başımdır. My hair is brown. Mənim saçım qəhvəyi rəngdədir. It is my nose and it is my mouth. Bax, bu mənim burnum, bu da mənim ağzımdır. It is my red jacket. Bu mənim qırmızı gödəkçəmdir. Və I have my white shoes. Mənim ağ ayaqqabılarım var. Afərin sizə. Məktəbə hazırlaşmaq vaxtıdır. Görəsən, mənim çantamda nə var? Baxın, I have a backpack. It is my yellow backpack. Mənim bir çantam var, o mənim sarı çantamdır. Yaxşı, bəs çantanın içindən nə çıxır? I have my pencil. Mənim karandaşım var. In my backpack, I have a book. It is blue. Çantamın içində bir kitabım var. O, mavi rəngdədir. Və it is my green eraser. Bu da mənim yaşıl pozanımdır. İndi isə ailəmizlə birlikdə yola çıxırıq. Mənim böyük bir ailəm var. I have a big family. Gəlin şəkillərə baxaq. This is my mom and this is my dad. Bu mənim anam, bu isə mənim atamdır. My sister has a pink skirt. My brother has a black shirt. Mənim bacımın çəhrayı ətəyi, qardaşımın isə qara köynəyi var. Bəs biz hara gedirik? Nənəmgilə. We go to my grandpa and my grandma. Səyahətimiz davam edir. Növbəti dayanacağımız isə bir fermadır. Gəlin görək, orada bizi hansı sevimli heyvanlar gözləyir? Gəlin ferma heyvanları haqqında olan kitabımızı açaq. Baxın, bu bir inəkdir. It is a cow. It has a pink nose. Bu mənim sevimli uzun qulağımdır. This is my donkey. It has big ears. Bu isə mənim sarı ördəyimdir. It is my dog. It is yellow. Və son olaraq, bu da mənim atımdır. It is my horse. It has long legs. Necə də gözəldirlər. Və indi gəlib çatdıq ən əyləncəli, ən həyəcanlı hissəyə. Öyrəndiklərimizi yoxlamaq üçün bir neçə super oyun oynamağın tam vaxtıdır. Deyin görüm, oynamağa hazırsınız? Mən əminəm ki, hamı hazırdır. Elə isə, gəlin, başlayaq. İlk oyunumuz belədir. Düzgün birləşdir. Mən əşyanın adını və rəngini deyəcəm. Məsələn, my blue book, yəni mənim mavi kitabım. Siz də o dəqiqə mavi rəngi kitaba doğru aparmalısınız. Qaydalar aydındır? O zaman başladıq. İkinci sınağımız isə belədir. Tap görüm, bu nədir? Mən sizə tapmacalar deyəcəm, siz də tapmağa çalışacaqsınız. Birinci tapmaca gəlir. O fermada yaşayır. Rəngi ağdır və M deyə səslənir. Bu nədir? Gəlin biraz düşünək. Bəli, əlbəttə ki, bu keçidir. İkinci tapmaca. O, sarı rəngdədir. Onun da ağzı sarıdır. Bu nə ola bilər? Afərin sizə, bu ördəkdir. İndi isə sehirli çanta oyunumuz var. Görəsən bu sehirli çantanın içindən nə çıxacaq? Biz həm tapmalıyıq, həm də cümləni tamamlamalıyıq. I have a və it is my. Məsələn, çantadan bir qələm qabı çıxır və biz dərhal deyirik. I have a pencil case. It is my purple pencil case.
Və sonuncu, əl sürətli oyunumuz. Sürətli reaksiya. Bu oyunu çox sevəcəksiniz, əminəm. Mən sizə bir komanda verəcəm. Məsələn, touch your nose və siz hamıdan cəld burnunuza toxunub qışqırmalısınız. This is my nose. Hazır olun. Çox sürətli olmalıyıq. Əla əyləndik. Deyəsən biraz da yorulduq, hə? İndi gəlin biraz dincələk və bu əyləncəli günümüzdə öyrəndiyimiz hər şeyi birlikdə xatırlayaq. Və günümüzü bitirmək üçün ən yaxşı yol nədir? Əlbəttə ki, rəngləmək. Bu həm əyləncəlidir, həm də bizi sakitləşdirir. Gəlin təlimatları birlikdə oxuyaq. Deməli, çantanı sarı rəngləyirik, my yellow backpack, sonra ördəyi də sarı rəngləyirik, my yellow dog və axırda kitabı mavi rəngləyirik, my blue book. Gəlin görək bugün nələr yadda saxladıq. Bu stikerlərdəki suallara bir baxın. Ən çox hansı ingilis sözü xoşunuza gəldi? Bəs öz ailənizdən kiminsə adını ingiliscə deyə bilərsiniz? Ən əsası, my nə deməkdir? Ümid edirəm hər şeyi çox yaxşı xatırlayırsınız. Əla iş uşaqlar, sizə afərin.